Xaçmaz rayonunda Qərbi Azərbaycan Yurd Yerimiz adlı tədbir keçirilir. Hal-hazırda Xaçmaz Zəfər Parkında Qərbi Azərbaycan soydaşlarımızın və Xaçmaz rayonunun adət-ənənələrini əks etdirən sərgi nümayiş olunur. Xaçmazda Konstitusiya və Suverenlik ili çərçivəsində rayon icra hakimiyyətinin və Qərbi Azərbaycan icmasının birgə təşkilatçılığı ilə Qərbi Azərbaycan Yurd Yerimiz mövzusunda elmi-praktiki konfrans keçirilib. Öncə Qərbi Azərbaycan həqiqətlərindən bəhs edən videoçarx nümayiş etdirilib. Konfransın Qərbi Azərbaycan həqiqətlərinin təbliğində mühüm əhəmiyyət kəsb etdiyi vurğulanıb. Qeyd edilib ki, Azərbaycan xalqının yaddaşında və milli şuurunda əzəli yurd yerimiz olan Qərbi Azərbaycan torpaqlarının xatirəsi hər zaman yaşayır. Tarixi mədəni irsimiz olan Qərbi Azərbaycan torpaqları əzəli və əbədi dədə-baba yurdudur. Həmçinin vurğulanıb ki, 44 günlük vətən müharibəsi nəticəsində düşmən tapdağından azad edilmiş Qarabağda məskunlaşma proseslərinin başlamasından sonra qarşıda duran ən mühüm məsələlərdən biri Qərbi Azərbaycan torpaqlarına da qayıdışı təmin etməkdir. Tədbir çərçivəsində həmçinin Qərbi Azərbaycanın və Xaçmazın milli adət-ənənələrini əks etdirən sərgi və konsert proqramı keçirilib. Qərbi Azərbaycan icmasının regionlarda icra hakimiyyətləri ilə bir yerdə Qərbi Azərbaycana qayıdış ideyası ilə bağlı keçirdiyi növbəti tədbirlərdən biridir. Tədbirdə məqsədimiz Qərbi Azərbaycana qayıdış ideyasını bölgələrdə təbliği, Qərbi Azərbaycana qayıdış konsepsiyasının yerli ictimaiyyətə çatdırılmasıdır. Bugünkü tədbir də Qərbi Azərbaycana qayıdış istiqamətində atılan uğurlu addımlardan biri oldu. Nüşabə Baxşıyeva, Çingiz Qədimov, xüsusi olaraq DNAS TV üçün.